Herkese selam. Sizi kanalıma hoş gördüm. Bugün size düğü unu olmadan biz firni deyirik. Sizin ne dediğinizi bilmirəm. Firni hazırlayıram. Buna sütlü sıyır diyen de var, kaşada diyen de var. Bunu düğü unu olmadan hazırlayacağım. İstedim ki size de göstereyim. Deməli 1 litr südə 2 ya da 3 oraya kaşığı şeker tozunu əlavə edib qarışdırırıq. Mən bir də onu qeyd edeyim ki, 1 litr südün hamısını qazana əlavə etməyin. Südün bir qədərini ayrıca qaba alıb içərisinə nişastanı əlavə edib həll etmək lazımdır. Siz daha da şirin istəyirsinizsə, o zaman şeker tozunu daha da çox əlavə edə bilərsiniz. Bu zövqə görə dəyişir. Mən əvvəlcə qarışdırıram ki, şeker tozu biraz içərisində ərisin. Süd isindikdən sonra nişastalı südü az əlavə edərək qarışdıra əlavə edin. Mən bir əmlə çəkirəm, bir əmlə südü əlavə edirəm deyənə. Həm qarışdırıb, həm də eləyə bilmirəm. Siz elə edərsiniz. Nişastalı südü əlavə etdikdən sonra qarışdıraraq südün qatılaşmasını gözləyirik. Zövqə görə üzərinə vanil də əlavə edə bilərsiniz. Mən əlavə edəcəm. İstəsəz əlavə etməyə də bilərsiniz. Bu zövqə görədir. Artıq firnimiz hazırdır. İndi onu belə qablara əlavə edib darçınla bəzəyəcəm. Artıq firnilərimiz hazırdır. Düyü unu olmadan da belə gözəl firnilər hazırlamaq mümkündür. Eğer videomu beğendinizsə bəyənməyi və takip etməyi unutmayın. Gələn videolarda görüşmək üzərə. Sağ olun.